Herkese salam, kanalımıza ve yeni videomuza hoş geldiniz. Səni axtaran verilişinin aparıcısı Xoşgədəm Hidayət qızı uzun zaman sonra Instagram hesabında paylaşım edib. O, atası və anası ilə bağlı kədərli paylaşım edib. Onlara həsrət duyduğunu dilə gətirib. Həmin görüntüləri sizlərə təqdim edirik. Siz də videomuzu bəyənməyi unutmayın. Dostlar, uzun müddətdir deməli idman eləmirəm. Belə deyək də, anam öləndən sonra ilk dəfədir ki, yürüyüşə çıxmışam və inanmazdım ki, bu qədər idmandan uzaq qala bilərəm. Ümumiyyətlə, bu qədər uzaq qaldığım heç olmayıb. Hətta üzr istəyirəm, hamiləlik dönəmində belə son günə qədər idman eləmişəm. Və açıqcası, indi də bu yürüyüşə çıxmamın səbəbi atamın, anamın çox vaxt keçirdiyi, qarış-qarış gəzdiyi torpaqda, məkanda olduğum üçündür. Bugün bəlkə də bu yürüyüş. Onların ruhu ilə burada gəzirəm. Yoxsa, nə deyim? Gözəlliyə baxın. Gözəlliyə baxın. Bundan gözəl nə ola bilər? Şükürlər olsun Rəbbimə. Yaratdığı hər bir gözəllik üçün şükürlər olsun. Nə qədər gözəldir. Bu dağlarda anam gəzib, atam gəzib, sevdiyi yerdəyəm. Gəzdikləri yerlərdəyəm. Mənim ruhumu sakitləşdirən yerlərdəyəm. Çünki buralarda gördüyünüz bu gözəl məkanlarda mənim atamın, anamın ayaq izləri var, illəri var. 30 il bu dağlarda, bu yollarda gəziblər, bu gözəllikləri görüblər və mənə sevdiriblər. Həyatımın ən çətin anları. Şamaxım mənim valideynlərim çox sevdiyim yerdir. Atam deyirdi ki, elə bilirəm ki, burada doğulur. Hər yay gəlirdilər bura. Bu yay üçündə planlara dostlarımla gəlmişəm, atamın, anamın yanında Şamaxıya. Bizi necə gözəl qarşılayırdılar. Onlar yox. Mən onların gəzdiyi yerlərdə, gəzdikləri yerlərdə tek başına gəzdim. Qarda, nənə, baba, onların gəzdiyi bu gözəl yerlərə addımlayırıq. Mənim gözəllərim. Bəyəndiniz mi? Xoşunuza gəldi.